adamı başladı. Əziz dostlar, hörmətli xanımlar və cənablar, hər vaxtınız xeyirli olsun. İşinin adamı başladı. Həftə içi 5 gün siz bizi həm izləyirsiniz, həm də dinləyirsiniz. Yurdumuzun FM-ində 90.7-də bizi həm də TikTok'dan, həmçinin Yurd FM-in web səhifəsi vasitəsilə izləmə imkanınız var. Əlaqə nömrələrimiz 099 6 907 907-dir. Məhz bu vasitədən istifadə edib səmərəli şəkildə qonağımızla həm WhatsApp üzərindən, həm də ki zəng edib həm söhbət olmaq imkanınız var. Bugün kimlərə faydalı olacaq? Bugün gənc və artıq uzun illərdir iş sahəsində fəaliyyət göstərən biznesmenlərə, biznes leydilərə faydalı olacaq. Bugün həmçinin fərq etməz, işin idarəçisi, rəhbəri olmağın şərt deyil. Ümumiyyətlə, şəxsi brendinq üzərində çalışan insanlara faydalı olacaq və real Azərbaycan iş dünyasının mühitindən bəhs edəcəyi. Çünki o xarici kitabları oxuyuruq. Carnegie buradan gəldi, nə bilim, o sekret oradan getdi. Amma bir də real Azərbaycan biznes mühiti var. Zənginiz ya da sualınız olsa bu nömrəni əlaqə saxlayın. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907. Bilin ki, işin adamı bizləndir. İşinin adamı studiyadadır. İşinin adamı studiyadadır və hansı sahədə çalışmağından asılı olmayaraq hər zaman onun adı, soyadı, gülər üzü və möhtəşəm enerjisi bizə bəsdir ki, onun iştirak etdiyi tədbir olsun, məclis olsun, efir olsun, ona diqqətdən qulaq asaq. Çalışır ki, həmişə dosta qardaşa da faydası toxunsun. Söhbət Sakit Səmədovdan gedir, fəlsəfə elmləri doktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi, Destek Group şirkətinin rəhbəri, idarə heyətində həmişə sözü keçən dəyərli insanlardan biri və ən çox da biznes konsultant və biznes ekspertidir Sakit müəllim. Sakit müəllim, xoş gəlmisiniz. Xoş gördük Kamran müəllim. Yaxşı dəvət elədiniz, təşəkkür edirəm sizə. Necəsiniz? Hamınıza uğurlar olsun. Səsiniz niyə belə gəlir? Özbəkistandan gəlmişim. Özbəkistandan gəlmisiniz. Salamlayıram sizi, xoş gəlmisiniz. Çox sağ olun iştirakınıza görə. Özbəkistanda havalar necə idi? Çox sağ olun, sizi orada çox xatırladıq. Sizin yeriniz göründü orada. Nə Yaxşıdır, gələrdi, Azərbaycan sahibkarlar oradadır. Azestetik grubun orada açılışı oldu. Yeni bir ofis açdılar. Xeyirli olsun. Fariz müəllimi, Rəşad müəllimi, bütün Azestetiki təbrik edirik dostlar. Bəli. Və orada birçok dostumuzun ofisi var. Tanıdığınız Loğmanın, tanıdığınız Mürşidin. Loğmanı halaldı maşallah. Mürşidin, bizim ortak olduğumuz şirket orada açıldı. Çox ciddi fəaliyyətlər var. Azərbaycanlı sahibkarlar artıq xaricdə də öz sözlərini deməyə başlayacaqlar. Maşallah, bu bizi həqiqətən də sevindirir. Azestetik Özbəkistan bazarında da artıq fəaliyyətdədir. Təklif edirəm ki, Fariz müəllimi bir zəng eləyək, təbrik eləyək efirdən. Buradan Özbəkistana qoşuluruq əziz dostlar. Azestetik şirkəti Azərbaycanda uzun illərdir fəaliyyət göstərir və həmişə də iş dünyasında iş adamlarına Fariz müəllim 100% satış eləyir orada. Özbəkistan pul vahidi nə idi? Tenge? Tenge. Hə, tengeləri sayır. Fariz müəllim, bu yerini efirdə verəcəm. Valla sən ən yaxşı telefonu götür. Yoxsa bir ömür Kamran bundan sui-istifadə eləyəcək bu şəraitdə. Yaxşı, eybi yox. Qoy belə nədir onun adı? Çaşıb rusca deyəcəkdim. Paçka deyəcəkdim, üzülürsə. Eybi yox, Fariz müəllim, tək işiniz avanda olsun. Siz mənim telefonumu açmayın. Eybi yox. Görürsünüz müəllim, tengenin gücünə bax. Kamrana cavab verilmədi. Tengenin gücünə bax. Pullar 50 min, 100 min. Bilmirəm, mən də indi xərcləyəndə baxırdıq. Son tenge belə, çox belə milyon 200, 100 dollar pozursan, insan baxır ki, milyon 200, 2 milyon, 2 milyon 400, milyonlarla oynayırsan da. Orada milyonlarla oyna demək rəqəm deyil. Yəni gəlir deyəsən ki, milyardlarla oyna. Milyardlarla. Siz özünüzün orada ortak olduğunuz biznesləriniz də var, ha? Bizim orada IT işimiz orada devam edir. Biz 2019-cu ildən orada varıq. Özbəkistanda 100-dən çox müştərimiz var. Özbəkistan bazarında IT sektöründə 4-5 tane Azərbaycan şirkəti sözü gedən işlər görür. Biz də o şirkətlərdən biriyik. Və hal-hazırda 2 Azərbaycanlı rəhbər göndərmişik yola. Bir ortağımız 3.
11'e yaxın işçimiz var. Yaxşı da gedirik. Əla, Sakit müəllim, gəlin etiraf eləyək. Baxmayaraq ki, həmişə bir gözəl enerjiniz var, gənc ruhunuz var. Bu bizi çox sevindirir. Dostlarınız da demək olar ki, gənclərdir. Amma siz Sovet dövründə də görmüsünüz. İndiki müasir çiçəklərin Azərbaycanında görmüsünüz, maşallah. Allah uzun ömür versin. Və son 30 ildə ölkəmizdə özəl sektor necə formalaşıb? Yəni Sovet İttifaqı dağılandan sonra bu Komünist Partiyasının tətbiq etdiyi planlı iqtisadiyyat, ciddi rəqabət mühitində fəaliyyət göstərən müasir şirkət idarə edilməsi standartlarına bir yanaşmanızı, həmçinin Azərbaycanın bu sahədə keçdiyi yolla bağlı fikrinizi eşitmək istəyərdik. Sahibkarlığı biz öyrənirik və qısa müddətdə çox ciddi bir inkişaf istiqamətimiz var. Bunlar nədən asılıdır? Nədən? Azərbaycan sahibkarlığı, sənayeləşməni, modern sənayeləşməni, bununla yanaşı ticarəti, neft və qeyri-neft sektörünün inkişafına 30 ildə ciddi bir inkişaf mərhələsi göstərib. Bu daha da ileri bir nöqtəyə daşınmalıdır. Siz belə düşünün ki, bizim ixracat rəqəmimiz 34 milyard dollar səviyyəsindədir, ithal rəqəmimiz 18 milyard dollar səviyyəsindədir. Amma burada neft və qeyri-neft sektörü ayrımı ola bilər. Amma nə olursa olsun ixracat rəqəmidir bu. İxracat rəqəminin çoxluğu bizim sahibkarların qlobal ola biləcəyini göstərir. Yeni kənd təsərrüfat sahəsində, tekstil sahəsində, infrastruktur, sənaye sahəsində də inkişaflar görünür. Son Qarabağ, 2-ci Qarabağ müharibəsinin qalibiyyətindən sonra bir çox beynəlxalq ölkələrin Azərbaycana yatırımı da gözlənir. Hələ ən son səfər prezidentimizin Çinə getməsi, Çinin dünya ixracatının hardasa 25%, dünya sənayesinin 30%'ni tutması və Çinin Azərbaycana bu qədər önəm verməsi Azərbaycanın gələcəyinin nələr olacağını göstərir. Sadəcə Sovetlər Birliyindən gələn sahibkarlıq məntiqini pis görən, alverçiliyi pis görən, öyrənmək lazım olan mövzularda problemlərimiz var. Onu da öyrənəcəyik. Elə zənn edirəm. O yüzden de bize ehtiyac var. Biz de sahibkarlarla onun yaxın diyaloğunu qururuq. Sahibkarlığa dəstək olmaq üçün bizlə əməkdaşlıq edən, əlbəttə reklam etdiyimiz şirkətlər də var, faydalı onların xidmətləri var. Qısa bir fasilə elan edək icazənizdən. Onlar haqqında bəhs edək, ardından söhbətimiz davam edəcək. İşinin adamı davam edir. Bəli, əziz dostlar, işin adamı davam edir. Studiyamızda isə qonağımız var. Qonağımız Sakit müəllimdir. Sakit Səmədov bugün iş dünyasında həm idarəçilik, həmçinin yaxşı menecer tövsiyələri bizlə bölüşəcək mütləq ki. Sakit müəllim, biz 30 il ərzində efirimizin vaxtını qənaət edərək Azərbaycanın keçdiyi bu biznes mühitinə bir nəzər saldıq. Ümumi şəkildə istər marketoloq olsun, marketinq ən vacib silahlardan biridir. Bizim sahibkarlar daha çox güclü mütəxəssis tapsınlar, yoxsa özləri işi yaxşı bilməlidir? İstər SMM olsun, marketinq olsun, satışı və s. və hüquqi tərəfləri. Bəli, hər kəs hər şeyi bilmək məcburiyyətində deyil. Doğru tələbi bilməlidir sahibkar. Yəni nə istəyəcəyini bilməlidir. Biz də öz inkişafımızda nə istəyəcəyimizi bilməliyik. Sahibkarların ən böyük problemi odur ki, çox ciddi məlumat yığır və hər yığdığı məlumatı tələb etməyə çalışır. Öz şirkətini doğru analiz etmədiyin zaman tələbi yanlış edirsən. Marketinqə yaxşı mütəxəssis gələ bilər, amma sən ona doğru tələbi qoymadığın müddətcə o sənə istədiyini verməyəcək. Maliyyə mühasibəyə də adam ala bilərsən, çox maliyyətli və çox mütəxəssisli, amma doğru tələbi qoymadığın müddətcə sənə nəysə verə bilməyəcək. Burada sual oluşur. Tələbi niyə sahibkar qoyursun? Marketinq canlamır mı? İdarəetmədə struktur, tələb mexanizması işləmirsə, kim olursa olsun özünü sərbəst və rahat hiss edir. Yəni belə çıxır ki, hər hansı bir peşəkar tanınmış bir biznes mühitində nümayəndə X bir şirkətdən Y-ə keçəndə Y-də uğursuz olursa, düzgün orada tələb almamaq söhbətləri var. Uğursuz olursa sahibkarla doğru koordinasiya qurulmayıb və sahibkar tələbdə ısrarlı deyil deməkdir. Və ya oradakı adamdan xarakterlidirsə mütəxəssis, sahibkara bunu yönləndirə bilmirsə oradan ayrılmalıdır. Çünki bu uğursuz bir fəaliyyətdir. Aynen da. Deyirlər ki, biznesi 0 manatdan qurmuşam. Ümumiyyətlə mümkündürmü, yoxsa bir andan sonra sənin investorun olmalıdır, yol yoldaşın, şərikin olmalıdır? Hər şey pul deyil açıqçası. Bəli, 0 manatla qurulan investisiyalar əməklə qurulub və o istər-istəməz pulla çevrilib. İlla ki başında bir pul lazım ola bilər, bəlkə xidmətdə lazım olmaya bilər. Etdiyin zaman pul alırsan, amma böyütmək üçün və böyümək üçün bir ortaqlıq lazımdır, bir də investisiya lazımdır. Yəni.
Bir də kiçik biznesdən inkişaf mərhələsində bir çoxları yaxşı gəlir, bir də anidən yoxdur artıq. Harda səhv edirik? Bilirsiniz bu çok ciddi problemdi ve ben Özbekistan'da Millard Club var. Orada bir çıkış eləyəndə de bunu dedim. 11 tane problemimiz var bizim ama ben özet 3-4 tanesindeyim. Müəyyən cibimiz pul görəndə pulu biz doğru istifadə eləmirik. Hara istifadə edirik? Çok güzel ofise, çok əla bir maşına ve bu pulu biz işten çıxardırıq ve sadece şoya yatırım edirik. Şoya yatırım eləyərək biz özümüzü aldadırıq. Bak en önemli problemlerin biri budur. İkinci önemli problem onlarca, yüz binlerce pul xərcləyirik, mütəxəssislər yığırıq ama onlara biz məsuliyyət vermirik. Vəzifə vermirik ve yine bütün kararı öz üstümüzde alırıq ve daha sonra onlarla dalaşırıq ve bu da bizi batırır. Tanış mənzərə. Üçüncü en önemli nokta, en önemli problem onun ibarətdir ki, egodan qaynaqlanan ve düzensiz toplantılar, sadece hakaretle idare edilenler, tələbin doğru qoyulmaması ve günün aşırı olarak şirketin durumunu doğru analiz etmək ve şirketleri batırır. Kadr yetiştirmək, şirketi böyütmək çok önemlidir. Biz ona göre de şirketlerin birçoğu balalayır, yani doğurur. İşte kardeş olur, kardeş kardeşten ayrılır, satış menajeri olur, satış menajeri ayrılır, o işi görür. Yani doğru struktur, doğru sistem karakter analiziyle mümkün değil. Bu idare etme məntiqiyle mümkün. Bir dənə mənə ortaq xətt deyin. Bax, incə bir dənə sistem deyin. Əməkdaş bəlli bir səlahiyyətlər əldə edir, yaxşı işləyib, amma bir andan sonra sən onun səlahiyyətini çoxaldırsan, bir də görürsən, yanlış yola getdi və burada da sahibkarın egosu ortaya çıxır. Sonra deyək ki, o ego ilə irəldən gəlir, sahibkar onu uzaqlaşdırır. Bir 3 aydan, 1 ildən sonra deyir, gərək onu egoma təslim olardım, uzaqlaşdırmazdım. Və yaxud əməkdaş da deyir ki, gərək mən özümü yaxşı aparardım. Bu ego ilə əməkdaşın düzgün özünü aparmamağının bir konstruksiyası varmı? Əlbəttə ki var. Kemal, hamı xoşbəxt olsun. Heç bir kriz və heç bir xoşbəxtlik ani gələn mövzu deyil. Damlayır hamısı xəbər verir sənə ki, bu problem olacaq. Bugün olmayacaq, sabah olacaq. Yəni zəlzələ də ani olan mövzu deyil. Yəni hər problem sənə öncədən xəbər gətirir zaten. Amma bizdə çalışanlardan nə tələb edəcəyimizi bilmədiyimizə görə sabah yuxudan qalxırıq, zəng edirik, ondan nəysə tələb edirik. Niyə belə olur yaxşı? Niyə? Çünki sistem yoxdur. Çünki idarə etmə yoxdur. Mən şirkətlərdə gündəlik hesabat alıram, bir də həftəlik hesabat alıram. Müəllim məsələşir. Həftəlik toplantı edirəm. Baxırsan ki, şirkət sahibləri necə toplantı edir? Zəng edir, biri bir problem edir. 4 saat çalışanlarla toplantı edir. Problem var və problem də çözülmədən dağılır. O egosunu təmin edir. Amma sənin gündəlik və həftəlik hesabatların olsa, çalışanlar sənin necə işlədiyini öyrənsə və sən onları öyrətsən, 4 saatlarla toplantı eləməsən bu iş olar. O yüzden şirket idarə etməsi ölçüləbilir olmalıdır, rəqəmlərə dayanmalıdır və hər kəs hesabat verməlidir. Bir də belə bir problem var. Güvənə dayalı idarə etmə var. Sən mənə güvənmirsən. Ya mən sənə güvənə bilərəm qardaşım. Sən mənə hesabat ver. Güvən ayrı bir şeydir, idarə etmə ayrı bir şeydir. O yüzden hər kəs güvənə dayalı əmi oğlu, dayı oğlu, xala oğlu, bibi oğlu. Elə şirkət var, geçən analiz eləmişəm. Bağışlayın, maliyyəni ona bağlayıblar. Satın almanı ona bağlayıblar. Satışı ona bağlayıblar. Deponu ona bağlayıblar. Sen bu adama deyirsən ki, qardaş, məni aldat da. Yani bir şekilde məni aldat. Ve bu adam aldadıb yani. Az da aldatmayayım. Milyon manat pul aldadıb. Milyonca. Yani mesele bundan ibarettir ki, sen eğer idarə etmə strukturunu kontrol mekanizma dayalı olarak hesabata bağlamırsansa sen netice alma ihtimalin yoktur. Her gün eyni problem yaşayacaksan. Hatta benzer problem yaşayacaksan. Adam gelecek, adam işten çıkacak. Adam gelecek, adam işten çıkacak. Elə şirketler var ki, ben oraya işçi göndermirəm. Orada. Çünkü sahibkara etimat eləmirəm. Bilirsiniz de axırı bunu yaxşı qurtarmayacaq. Pulu geciktirecek, sözü diyecek, bugün sevecek, sadece sabah sevmeyecek. Bugün senin fikrini alkışlayacak, bir ay sonra diyecek senin fikrin boş söhbəti, başka adamın fikrini beğenecek. Beğensin. Ama her eşitliği, yeniliği tətbiq eləməsin. Mövcudu yaxşılaşdırsın, ondan sonra davam eləsin. Çox maraqlı və real biznes mühitindən danışırsınız. Yaxşı, baxın, indi siz danışırsınız. Ən azı bizi eşidən 80% insana bu tanış mənzərədir və 80% hələ də bu problemi yaşayır, 20% isə zamanında yaşayıb. Bunun bir yolu yorğanı nədir müəllim? Biz hardan öyrənək, düzələk? Vallahi heç kim istəmir bu problemləri yaşasın. Nə müdürü, nə işçisi. Necə edək biz bunu? Biz bəzən o rahata qavuşmuş sahibkarlar işe odaklanmırlar ve o yüzden de bu problemlerle aynı problemleri yaşayırlar. Aynı problemi yaşayan sahipkarlar da
psikolojik bir problem yaşıyorlar. Tükenmişlik sendromu. Yaşadıkları işi beğenmirlər. Ondan mı yaşayıp ondan kazanıblar ama o kadar problem yaşayıblar ki ve tükeniblər. Bunun profesyonel idarə etmə strukturu qurmaq lazımdır. Strukturlara bölmək lazımdır. Hesabat formasını getirmək lazımdır və rəqəmsəlləşdirmək lazımdır. Sadece xəsrətə görə, sadece karaktere göre, sadece söze göre, sadece neye göre ise idarə etmə olmaz. Güvənə dayalı, əmoğlu, dayıoğlu, xalaoğlu, biboğlu. Yaxşı oğlandı. Bundan iş olmur yani. Aydındır. Sistemləşsinlər. Yaxşı. Deyək ki, sistemləşirik. Hardan başlayaq? Bir, şirket çalışanların ne iş gördüğünü yazsınlar. Detala girəkdə nə olar? Misal. Ustad dərsi keçəkdə nə olar? İldə bir dəfə gəlir. Satış ve marketingdə 4 tane işçi var. Gedib soruşursan ki, qardaş bu işi görmək lazımdır. Deyirlər ki, yoğunuq, vaxtımız yoxdur. Ama sen onları yazanda ki, qardaş sen gündelik iş profilin budur. Bu işi adım adım bu şekilde görmelisən. 60% saatleri boş çıxır. Önce sahipkarlar proseslerde her işçinin ne iş göreceğini üzür istem en aptala, en tupoya anlatacak şekilde yazmalıdırlar. Ama bunu dememeliler. Ağlınız yoktur mu? Anlamadınız mı? Bunu böyle elemeliydiniz, görmediniz mi? Dememelidirler. 5 illik şirketlik, 10 illik şirketlik satışta hansı prosesler olduğunu yazmalılar. Misal, müşteriye zəng eləmə. Günde 50 tane müşteriye zəng eləyəcəksiniz. Her zəngin ne kadar sürdüğünü təxmin edebilirsən. Biri reddedecek, biri kabul edemeyecek, biri memnun. Onları yazdığın zaman müşteri diyaloğunu, skriptlerini vermelisin. Daha sonra bunların hesabatını almalısın. Ama bizim sahipkar deyir ki, gedin satış eləyin. Ama hansı yollarla eləməyi işçilere vermir. Bu sadece bir tane örnektir. Belə çıxır ki, şərti desək, otaq, pləkanla, mərtəbə sahibkar təzədən gəzib, hamısını yazmalıdır. Bilirsiniz çünkü o yoldan özü gelir. Xəritəni. O yoldan özü gelir. Eğer yazmasan, her gelen işçiye neyse anlatmalısın. Ama yazsan bir defa, 10 illerce her hansı bir şeye ihtiyacın kalmayacak. Ama bizim sahipkarlar... Ne kadar vaxt alır o? Maksimum 3 ay. De ki sıkıntı oldu 4 ay. Ben bunu 100 tane işçi için deyirəm yani. Ama inanın ki sistemleşen firmaların uzun ömrü, çoxlu qazancı ve geleceği her zaman parlak olur. Elə deyirsiniz yəni. Net. Net. Yani bu ispatdan. Bunu tarix deyir. Əziz dostlar, bizim hal-hazırda sponsorlarımız var. İşin Adamı layihəsinin sponsorları haqqında məlumat vermək niyyətindəyəm. Sponsor məlumatı. Efirimizin baş sponsoru Crystal Group of Companies'dir. 2002-ci ildə ilk müəssisəsini yaradan Crystal Group of Companies açıq səhmdar cəmiyyəti beton və mebel sektorlarında böyüyərək iri layihələrin reallaşmasında özünü təsdiqləyib və müştərilərin inamını qazanıb. Keyfiyyətin və dürüstlüyün ünvanı sloqanı altında fəaliyyət göstərən şirkət milli sahibkarlığa dəyərli töhfələr verib. İri investisiya layihələrinə imza atan və milli brendə çevrilən Crystal Group of Companies-ə daxil olan Crystal Beton və Crystal Mebel Interior tərəfdaşlarının inamını qazanmaqdadır da. Crystal Beton və Crystal Mebel Interior şirkətləri 200-ə yaxın layihə tamamlayıb və bunların 60-dan yuxarısı məmnun tərəfdaş kimi qazanılıb. 051 233 55 99. Sponsor məlumatı. Bizim digər sponsorumuz Dekoriza şirkətidir. Dekoriza şirkətinin bir neçə fəaliyyət növləri var. Onlardan biri glamping A-framelərdir. Növbəti biz proqramlarda Dekorizanın başqa fəaliyyətləri haqqında da məlumat verəcəyik, sizdən bölüşəcək. Amma indi nəzərinizə çatdıraq ki, Dekorizanın İsmailin Qalacıq kəndində, həmçinin bu yaxınlarda Şəkidə gözəl bir istirahət mərkəzi açılacaq. Sualı olsa, kiminsə 055 556 60 50 nömrəsi ilə əlaqə saxlaya bilər. Təşəkkür edirəm, minnətdaram və hal-hazırda efirimizə kim yazır? Rüfət yazır. Rüfət bizə qulaq asır. Hansı Rüfət? Rüfət şirkətin adı yadımdan çıxdı deyə. Lakyaz, Lakyaz. Rüfət salamlayıram səni. Çox xoşdur səni eşitmək, daha doğrusu bizi izlədiyini və dinlədiyini bilmək. Efirimiz davam edir. Rüfət yazdı. Sakit mənə sualım yaddan çıxdı deyə. Rüfət elədi. Rüfət elədi. Görsən Rüfət. Rüfət yaddan çıxardı. Hörmətli bizi izləyənlər və dinləyənlər,
099 697 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Biz isə növbəti sualı Sakit müəllimə ünvanlayaq. Sakit müəllim, az öncə bildirdik efir nə idi? İşte bir çox artıq xərclər var. Hətta buna biz izafi xərclər də deyərik. Çox vaxt, okey, bax siz dediyiniz bütün bəndlər, bütün şöbələr üzrə əməkdaşları var. Amma bir də görürsən ki, bu halqalarda 17-ci halqa, şöbə adı demirəm də, kimsə xətrinə deyir, yanlış anlaşılmasın deyə. 17-ci halqada biraz işə laqeyd yanaşma var. O, özündən əvvəl 16-cı və özündən sonraki 18-ci halqanı zədələyir. Düzdür. Biz onu necə təyin eləyək və nə edək? Nə qədər şans verək ki, bu adam özünü düzəltsin? Yəni, çox gözəl sual soruşdunuz. Çox sağ olun mənim. Şirkətlərdə şirkət strukturu insan bədəni və ya vücudu ilə eyniləşdirilə bilər. Yəni, siz gözü alıb burnu yerinə qoya bilmərsiniz. O yüzden şirkət strukturu, sağ ayak qabağa gedir deyə sol deyə bilməz, getmə ona deyə. Strukturu birbiriyle senkronize olmalıdır və bərabər hərəkət eləməlidir. Çox vaxt ama işə qəbula gələnlər göz əvəzinə deyir ki, mən burun fəaliyyəti göstərirəm. Bax, orada da yanılır. İşte burada en önemli mesele sistem eğer olsa, idare etme mekanizması olsa hər kəs öz yerini tapacaq və ya çıxıb gedəcək. Aysa. Sen onu əvəzləməlisən. Mən şirkət sahibkarlarına derim, iki şey yedekləməlisiniz. İki şey sizdə kənarda olmalıdır. Bir, kadr əvəzləyə gücünüz olmalıdır. İki, nəqd pulunuz olmalıdır. Hər hansı bir gecikmədə. Rəsmi yoxsa... Yəni, sorry. İşlə bağlı nəqd pulun olmalıdır, yoxsa... Bax, işin nəqd pulu... Şıx xəyalında cibinə pul qoy anlayışı. Yox, işin nəqd pulu 100% olmalıdır. Şıx xəyallısan, cibində pul olsunsa 1000% olmalıdır. Bəli. Bayaq bir də misal çəkdiniz onunla bağlı. Hansını deyirsiniz? At, neydi? Yahudilərin bir atasözü var. Bax o. Deyir, tövlədə atı olan ayaqyalın yürüməkdən utanmaz. Çünki tövlədə atı var. Sadece keyfine ilə yürüyür da. Yəni bir 5-10 manat kənarda pulu var Yəni, olan adam heç bu şeydən Yahudi atasözüdür. Türklə belə tərcümə ediblər. Yəni ahırda atı olan yaya yürüməkdən utanmaz. Çünki bir rahatlıq verir sənə o at. Atın var da, nə problem var? Başına olub taksiyə minənlər kimi bir şeydir. Amma idarə etmədə hər hansı bir şöbə gecikirsə, diğer şöbələr onu sürükləyə bilər. Çünki nə qədər gecikə bilər? Bir var 5'i birdən geciksin. Siz bunu düşünün ki, sənin qəlbin ağrıyır, başın ağrıyır, gözün ağrıyır, burnun ağrıyır, kulağında eşitmir. Sen tamamıyla demək olar ki, çətinlik çəkəcəksən diyalogda. Ama sadece gözünde bir problem varsa, bu çok ciddi anlamda seni engelleyebilir. Ama açıkıyla bunu tamamlayabilirsen yani. Ama qəlbin ağrıyırsa, beyninde problem varsa, bu esas maliyyə məsələsidir və kadr məsələsidir. Senin yürüme ihtimalın yoktur. Şirket sahipkarları var ki, maliyyə problemleri var. Ve akşam yata bilmirlər. Çünki o sabah ödəyəcəyini fikirləşir. Ağıl və qəlb... Hamımız demək olar ki, ağıl və qəlb sağlam olmalıdır. Ağıl və qəlbin sağlam olması problemlərdən uzaq olmaq deməkdir. Bunun iki dənə adı var. Ağıl və qəlb kadrdır və puldur. Əla. Deməli, dayanmadan bizə dəyərli iş adamları yazırlar. İnternet üzərindən izləyirlər bizi. Nə gözəl. Mən dedim də bizi həm də TikTok'dan da izləmək olur. Canlı işin adamı yazaraq və Yurd FM-in web səhifəsi vasitəsilə. Deməli, Rüfəti dedim, Lakaz, Bəxtiyar Trend Logistika, Fuad Kartpak bizi izləyir, Vüsal Vemer Tekstil və Şirzad Gültəkin Logistika. Sağ olsunlar. Bəli, bax 5 nəfərin adını çəkdik. Gəlin, dostlar bu dəqiqə bizi izləyir. Real künük vuran iş adamları deyil bunları. Bəli. Hərəsindən bir dənə xarakteristikasını deyək də. Həmən deyək. Mənfi və müsbət. Hərəsindən bir dənə. Deyərəm, həmən. Şirzadla başlayayım. Başlayaq Şirzaddan. Şirzad Gültəkin Logistikanın çox dəyərlisidir. Azərbaycan partnyorudur. Şirzad çox bonkördür. Çox cömərtdir, onu azaltmalıdır. Lazımlı və lazım. Pul xərcləyir. Valla görməmişəm. Şirzad, İnşallah bizə... Şirzad 67 ildir bizə sponsor gəlir. Bugün gələrəm, sabah gələrəm. Amma lazımlı, lazımsız yerə xərcləyir də, onu düzəltməlidir. Şirzad bu dəqiqə Türk Logistikasının Azərbaycanda əsasən parsiyeldə devidir. Xarakteri isə şəkilidir Şirzad. Amma Bərdə əsilliyi də var. İnanılmaz karakterli bir dostdur yani Şirzad. Ondan çok istiyorum Şirzad. Uzun ömürlü dostu vermiyorlar. Bir de Polad Alemdar xəstəsidir. Ona da dikkat etmək. Ya Şirzad sen təsbih alarıq ad günündə. Sonra keçək. Lak Rüfət. Lak Rüfət həqiqətən iş təqibi anlamında Kəmran. Ondan öyrənəcəyimiz çox şey var. O prosesi
itirməyəcək qədər izləmə qabiliyyəti var. Biz Özbəkistanda bilet axtardıq. Heç bir kimsə bilet tapa bilmədi. Alternativ də vermədi. Lak Ülfət dedi ki, Qatara aldım sizi. Qatardan gedirsiniz Səmərqəndə. Oradan biletiniz hazırdır. Minin gəlin. Qat-qat ucuz qiymətə. Yəni iş təqibi, izləməsi, dostluğu təqdim edilməzdir. İndi ki, mən Rüfətin bir dənə taktikasını danışım. Heç özünün xəbəri yoxdur. Bilirsən nədir o? Deməli, bu yaxınlardan asosiasiyaların birində adını çəkməyəcəm. Rəhbərinin görüşdəyəm. Ofisində rəhbərin balaca bir dənə bitki var. İndi ağaclarını falan mən adını bilmirəm. Də olur ya, otağı qəşəy o təravətləndirsin. Böyük dipçəkdir. Rüfət bir dənə qəşəy, belə böyük bir dənə bant qoyub. Uzaqdan baxanda elə bilirsən ki, bu bəzəkdir. Yaxından baxanda şirkətin adını vurub ora. Adam bilir ki, o kişinin otağına hər adam yer verdi. Yəni rəhbərlər girəcək və görəcək bunu. Yəni o beyinə subliminal mesaj atmaq qabiliyyəti çox yüksək. Sünin çelə kim adam deyə. Sonra kim qaldı? Fuad Karpak. Fuad Karpak'la mənim bir dostumun sözü var. Dedi ki, onunla ölümə belə getmiyorlar. Fuad, hə. Bax, çox sağlam dostum. İnan deyirəm. Dünən Şirzadla danışırdıq. Dedim ki, bəs mənim dost olacaqsam həqiqətən 6-7 nəfərlə sağlam dost ola bilər. Onlardan biri də Fuaddır. Biz Özbəkistanda bərabər idik. Fariz müəllimlə açılışına getmişdik. Bu az estetika. Çox sağlam xarakterli, çox gözəl insandır. Zəif tərəf odur ki, sahibkardır, operasyon içində iştirak edir. Amma çox uğurlu dostdur. Onunla ölümə getməyə yaxşı günləri hər zaman bərabər gedir. Onun da bir dənə üzr istəyirəm də belə indi dosyana demə, bir tutmalı xarakteri var. Bir dəfə gecə 12-də məni evdən çıxardıb. Qardaş, təcili bir məsələ var. Gəl, tədbir təşkil et, danışaq. Danışdıq 1 saat, 2 saat getdi. Üstündən isə 40 il keçib. Davam. Bunlar sənə mesajdır. Bax, demişdim sizə, ey iş adamları, mənlə dostluq eləyəndə ehtiyatlı olun. Yaxşıdır. Sənin ən yaxşı xüsusiyyətlərindən biri budur ki, sözü zamanında yerində, yumşaq. Yayındayıq deyə bilmirəm. İllərdir bunu gözləyirdim. Zamanda deyirsən. Vüsal Vimir. Vimir Vüsal, Rüfətlə biz Özbəkistandaydıq. Vimir Vüsal satış anlamında deyin ki, bu işi həll eləmək lazımdır. Geçsin o işi qapını açsın, o məhsulu oraya satsın. Yəni çox ciddi satış qabiliyyəti olan köhnə qayı işçisidir. Amma bəli. Kim? Vüsal. O yüzden dikkatli ol. Oradan qalan xüsusiyyətləri var. Qayıda qalanda bizə dəstək olur. Amma Vüsal çox yaxşı dostdur. Cibində nə pulu olmasına baxmayaraq hər hansı bir yerdə əlini cibinə atıb dostu üçün, qardaşları üçün xərcləmək sevki olan dəyərli dostumuzdur. İnşallah Vüsal efirə həmişəli dolu gələn adamlardan da. Bizim Raufun da dostudur. Bəxtiyar Trend Logistika. Bax, bu qardaşı bilmirəm çox adam tanır yoxsa tanımır. Hicran bəylə bərabər müəyyən bir fəaliyyətləri var. Onun şirkətindən mən tanıyam Bəxtiyarı. Bəxtiyar qlobalda da sözü keçən bir qardaşımızdır. Logistika əsasən full trackda söz almaq istəyən, söz sahibi olmaq istəyən Bəxtiyara başvursun. Amma ticari bilgisi oxuması da, yəni deyərəm ki, məndən çoxdur. O qədər. Bax, o qədər çox deyə bilərəm yəni. Biz bir yerdə oturanda... Məsələn, nəyə əsasən? Yəni, Bəxtiyarın ən yaxşı xüsusiyyəti mərd dostunun yanında sadiq olub davam elə bilməsi, bir də araşdırmasıdır. Amma dünya iqtisadiyyatını oxuması, yəni yaxınıq da, yəni Bəxtiyarı biraz övmək üçün deyirəm. Pis xüsusiyyətini bilmirəm Bəxtiyarın, hələ ki. Çünki qısa zamanda dostluğumuz var. Əla, təşəkkür edirik. Real Azərbaycan biznes mühitində Real Azərbaycan biznes adamlarını da... Özümü nə hiss elədim, Cəvran? O meyxanacılar deyirləri, 50 manat pul verir, 100 manat pul verir. Mən özümü nə hiss elədim. Ya valla, sizdən Allah razı olsun. Elə bir ki, bir növ bütün sözümü sizin əlinizdən dedim də, yəni də. Təsəvvürlə efir açılır, mən dostlara sözümü belə deyə bilməzdim. Qəşək, əla, dərs çıxardın dostlar. Davam edirik, Sakit müəllim efirimizdə qonaqdır və bizim digər sponsor haqqında da məlumat vermək niyyətindəyəm. Sponsor məlumatı. Natural Meat haqqında danışaq. 2018-ci ildə Azərbaycanda restoran, otel və cateringlərin keyfiyyətli ət məhsulları ilə təchiz olunmasında və steak mədəniyyətinin ölkəmizdə inkişafına töhfə verən bir şirkətdir. Tural
natural sözünü brend eləyib maşallah 053 381 88 18 nömrəsi ilə əlaqə saxlayın. İstər özünüz gedib evə 1 kilo ət ala bilərsiniz, istərsə də kafe restoranınız, yəni oteliniz varsa onlarla əməkdaşlıq edə bilərsiniz. Minnətdarıq onlara. Biz isə davam edirik. Hardasa bir 10 dəqiqə vaxtımız qalıb, sakit mən. Vaxt necə tez gəlir, keçir. Deməli, Sakit müəllim həmişə ona məsləhət verir, buna məsləhət verir. Bəli. Holding rəhbərinə də məsləhət verir, resepsiyonda əyləşən gənc bir xanıma da məsləhət verir. Və Sakit müəllim özünə də məsləhət verir. Bu bir il çox dərindən ah çəkdi müəllim. Bir il yarım, 2 ilə yaxındır ki, çox fərqli bir çətinlik deməyək, yəni Allah həyatın bir imtahanını yaşayıram. Atam rəhmətə getdi, daha sonra anam... Axır qəminiz olsun oradan. Anam rəhmətə getdi, elə bir şey tam yetim qaldıq. Mən özümə həyatı çox ciddiyə almamağı məsləhət verirəm bu dönəmdə və həyatda keçici olan və ya zevklər daxil baş tacı etməməyi tövsiyə edirəm. Həyatın bir çox addımı bizə əmanətdir, əmanət gözü ilə baxmaqda fayda var. Bugün bizdə olan sabah olmaya bilər, olmayan sabah bizdə ola bilər. O yüzden hayattaki sebepler tapılacak nokta değil, hayattaki sebepler istifade edilecek noktalardır. Eğer hayata biz bütün sebeplere Yaradanın bize bəxşi kimi anlasaq, bence xoşbəxt olarıq. Bunu deyirik, ama bunu anlamırıq. Özümə məsləhət görürəm ki, bunu anlamaq lazımdır. Sizə nə olub belə? Son zamanlar sizin bu əhval-ruhiyyədə sentimental danışıqlarınız biraz adama qəribə gəlir. Sakit mən belə danışmır da. Amma orada da dəqiq bir məntiqli məqamlar var adanızaya. Qulaq asanda və insan özünə düşünür, deyirsən ki, hə, düz deyir. Sakit müəllim, bir çox şirkətlər var Azərbaycanda. Hansı ki, onlara yaxınlaşırıq, deyirik ki, mən biznesimi inkişaf etdir. Detallı demirəm də, məsələn, marketinq və s. söhbət bundan getmir. Total biznesi adanızaya, mühasibatlığından tut, resepsiyona qədər yenə deyirəm. Çox qəribə bu yaxınlarda iş adamlar arasında bir söhbət gəzirdi. İnanmırsınız deyim. Bir çox bu xidməti verən şirkətlərimizin adlarını çəkdilər. Populyar da şirkətlərdir. Bəlidir. Onlar reytingində, amma fərd olaraq Sakit müəllim birinci yer tutdu. Və onların da referansı, argumenti buydu ki, bax, görmürsünüz, Sakit müəllimin idarə etdiyi, rəhbərlik etdiyi, biznes inkişafına töhfə verdiyi şirkətlər hardadır, digərlərinki hardadır. Analiz elədim, hə, doğrudan düz deyirlər. Sən demə o işi komandasız da eləmək olur, yoxsa bu başqa bir formatda Sakit müəllimin şəxsi brendingi həmin o şirkətləri irəli aparır? Çok teşekkür ederim. Kimlerle danışmışsınız onlara da teşekkür ederim. Bizim komandamız var ama ben maliyeti sahipkarlara yıkmamak üzere ilkin olarak pul danışan adam değilim. Ben özüm de sahipkarım çünkü. Sahipkar olduğum için ve alverçilikten geldiğim için Kamran ve aynı zamanda elim adamı olduğum için bir de bunun kitabını okuduğum için meseleleri biraz daha elimle ve praktikayla birləşdirə açıkçası bu. Özəldə də işləmisiniz, dövlətdə də işləmisiniz, xaricdə də işləmisiniz, Azərbaycanda da işləmisiniz, hər yerdə işləmisiniz. Və 10.000 Türklə bərabər işləmişəm və onlarla işləmək çox daha belə ayrı bir efor istəyir. Ben şirkətə girdiyim zaman şirkətə ilk girib təklif verib müəyyən bir rəqam alırsan, amma mən strukturlaşmada, sistemləşmədə, şirkət ortaklarının təmin edilməsində, satışın artırılmasında bəlli bir təcrübəyə dayalı global iqtisadiyyatın tələbini doğru analiz edədiyimi düşünürəm. Bunu da sahipkarlara fayda nöqtəsilə yanaşıram. Hər yerdə danışıram, hər yerdə onların yanında olmağa çalışıram. Pul aldıqlarım da var. Onlarla daha detaylı ayrıca zaman keçirdirik. Hələ ki Allah'a çox şükür, Allah utandırmasın. Allah'ın dəstəyi ilə uğurlu gedirik. İnşallah bundan sonra da uğurlu olarıq. Tək hər zaman uğurlu olsun. Qısa fasilədən sonra danışırıq dostlar. Marsol Group İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupunun təşkilatçılığı ilə işinin adamını dinləyirsiniz. İşinin adamı davam edir. Bəli, işin adamı davam edir. Efirimizin isə son dəqiqələridir dostlar. Ben Kamran Yaradan Quliyevin təqdimatında yurdumuzun efemində
İşin adamıyla həm söhbət oluruq. Sakit müəllim bizlə birlikdədir. Bugün yetəri qədər hər kəsə məsləhət verdi. Sakit müəllim, iş adamlarla danışdıq, qəşəng tövsiyələr verdik. Bir də bizi gənclər də dinləyir. Bəli. Və yaxud bir andan sonra, bir yerdən sonra mən də istəyirəm 5-10 manat qazanım, biznese başlayım deyənlər. Onları isə qarşıda çox böyük çətinliklər gözləyir. Bir, onlara tövsiyə verin. Bir də bu yaxınlarda nəyə fikir vermişəm? Elə iş adamları var ki, onların nə satış qabiliyyəti var, nə belə ünsiyyət qabiliyyətləri var, nə marketinqləri var. Amma uzun illərdir, 15-20 ildir dayanmadan bir sahədə fəaliyyət göstərirlər deyə artıq bir müştəri bazası formalaşıb. Bir də ki, bundan sonraki dövrdə uğurlu olarmı? Çünki bəzi o tip ağsaqqallar həmişə məsləhət görürlər ki, bala başdan aşağı sal, yox səni yavaş-yavaş tanıyacaqlar. 15-20 il qardaş bunun ailə uşaq var. Sən necə dolandıracaqsan cəmaatı? Bir də o istiqamətdə bizə tövsiyə edin. Çünki yeni biznes mühiti modelləri fərqlidir. Gənclərə az əvvəl siz də dediniz, böyük çətinliklər gözləyir, amma gənclər son trend olan mövzularla ilgili rahat pul qazanmaq xəstəlikləri də var. Gənclərdən çox xahiş edə bilərəm ki, rahat pul qazanmaq bəlli bir əməkdən sonra mümkündür. Öncə gənclikdə bir addım atmalıdırlar ki, bizim yaşımızda 1000 addım atmasınlar. Gənclikdə atılan bir addım bizim yaşda atılacaq 1000 addıma bədəldir. Bu da rahatlıqla mümkün deyil. Doğruları özlərinə məcbur etsinlər. Gənclərə tövsiyəm budur. Əla. Gənclər doğruları, çətin olan doğruları özlərinə məcbur etsinlər. Səhər tez qalxsınlar, kitab oxusunlar, dil öyrənsinlər, təcrübəyə geçsinlər və s. və ilə axır. 15 ildir işin içində olan və bu istiqaməti bilən insanlara da tövsiyəm, dataları şirkətə yığsınlar. Məsələn. O məlumat, müştəri məlumatlarını yığsınlar. Onlarla diyaloğu sadəcə onlar qurduğu zaman hamısına çatma ehtimalı yoxdur və böyüyə bilməzlər. Və mümkün dərəcə bunu anlata biləcək Kamuran kimi, bunu ifadə edə biləcək, marketinqlə və reklamı edə biləcək front timi qursunlar. Satış komandası qursunlar. Özləri strategiyanı və bəki kontrol etsinlər, amma satışı kiməsə həvalə etsinlər. Tövsiyəm budur, o şəkildə böyüyə bilər. Əgər işin uzmanıdırlarsa, işlərini sevirlərsə, arxa tərəfə hakimdirlərsə, satışı mexanizləşdirsinlər və uğurlu olsunlar. Növbəti sual. Çox böyük uğurlu olarlar. Çox böyük uğurlu. Mən bu dəqiqə şirkətə danışmanlıq gedəndə, təklif alanda mən gedib şirkətin xarakterini, sahibkarın xarakterini analiz edirəm. Bir də arxa məlumatlarını necədirlər, yəni işlərini bilirlərmi, istəsədə sevirlərmi, səmimidirlərmi ona baxıram. Əgər arxaları güclüdürsə, o işin başında deyirəm ki, önə qarışma. Sən get sadəcə arxa ilə məşğul ol. Vəssalam. Elə məsələlər də var. Bəli. Yeni biznes yaratmaq istəyənlərinə tövsiyəniz var. Bugün Azərbaycanda yaxşı işləyən bizneslər hansılardır və neçə müddətdən sonra onun effektini Yeni görsünlər? biznes yaratmaq istəyənlərə birinci tövsiyəm fantaziyaya girməsinlər. Nədir Yəni, fantaziya? fantaziya girən kimi milyon qazanacaq xəyal. Hə. Allah bu sektor partladacaq xəyalları və o işə inanılmaz pul yatırmaq xəstəliyindən uzaq dursunlar. Rəqəmsiz, ölçüsüz heç bir işə girməsinlər. Birinci tövsiyəm bu. Bu düzgün rəqəmlərə yaxşı mühasib lazımdır, yoxsa yaxşı Bunun mühasibə- sakit müəllim kimi biri? Yox, buna mühasib və sakit müəllim kimi biri lazım deyil. Sadəcə getmək istədiyi yolu rəqəmə töksə özü bilə, problemləri də yaza bilsə bu yetərli olacaq. Bir, rəqəmsəlləşdirməzlər, buna biznes plan deyirlər. İki, ən vacib mövzunun başında gələcək konu da bu rəqəmsəlləşmə mövzusunda yaşanacaq problemləri ən negatifi belə düşünməlidirlər. Kənd təsərrüfatı sahəsi pul qazandırır, xidmət sektoru pul qazandırır, IT sektoru pul qazandırır. İndiki dönəmdən bəhs edirəm. Ticarət, onlayn satış pul qazandırır. Hansı sektorda uğurlu olmaq istəyirlərsə o sektora hakim olmalıdırlar. Vəssalam. Aydındır. Sakit müəllim, bugün bütün suallarımızı cavablandırdınız. İndi isə özünüzə vermək istəyəcəyiniz hər hansı bir sual varmı ki, efirdə bu sualı eşitmək xoş olardı sizə? Yəni özümə verəcəyim bir dənə sual var. Gedəcəyin yolda hara və necə gedəcəyini əmin olaraq addımlaya bilirsənmi və bundan əminsənmi deyə özümə soruşuram hər gün. Hər gün nə olur cavabınız? Bəzən yaradanın istəyinin doğrultusunda addımladığımı, bəzən isə bacarmadığımı ifadə edib, bəzən sevinirəm, bəzən üzülürəm. Sakit müəllim, sizin özünüzün arzuladığınız Sakit Səmədov neçə faiz formalaşıb?
deyim 40%. Yaxşıdır. Bəli, bəli. Hamının məsləhət aldığı Sakit müəllim hələ özündən cəmi 40% belədir. Yəni heç də razı da deyiləm. Çünki müəyyən bir anlamda hədəflərim var. Faydalı olmaq istəyirəm. Sadəcə lokal deyil, globalda da nəyisə eləmək istəyirəm. Başlamışıq eləməyə, amma daha da eləməliyik zənnimcə. Qlobal xəyalında olanların Allah hamısının köməyi olsun. Amma belə uzaqdan görürəm, demirəm bu pisdir, yaxşı. Daha çox fikir verirəm. Özbəkistan yoluna getmək istəyirlər. Bu sizcə doğru xəritədir, yoxsa yox? Özbəkistan başlanğıcdır və ora gedənlər Azərbaycan 10 il əvvəlki halını görürlər və zənnimcə Hamı elə deyir. zənnimcə yanlış addım deyil. Orada Azərbaycanlılara qarşı bir sevgi də var, bir sevda da var. Onu da hamı deyir. Çünki bizim 1965-ci illərdə zənnimcə orada zəlzələ oldu və Heydər Əliyev ora çox ciddi dəstək oldu. Və bunun keçmişi də var. Ziyalılarımız oraya sürgün edilmişdi. O yüzden Azərbaycana qarşı bir sevgi var, bir məhəbbət var. Elə zənn edirəm ki, yanlış addım deyil. Amma sadəcə Özbəkistanla qlobal olunmur. Yəni onun yanında Tacikistan var, Qırğızstan var, Qazaxıstan var, Avropa var, Amerika var. Bu addımları doğru silsiləmək lazımdır və uğurlu olmaq lazımdır. Qlobal nəyə deyirlər? Avropada, Amerikada tanınır, yoxsa Azərbaycanda və yaxud öz vətənindən kənarda ən azı bir ölkədə tanınır? Yəni öz vətənində kənarda ən az bir ölkədə olmaq beynəlxalq şirkət adını daşıyır. Amma öz vətənindən onlarca ölkədə olmaq, global brend olmaq anlamına gelir. İşte bu MC'dir, KFC'dir, Apple'dır və s. və ilə axır. İndi bizim dostlarımız maşallah beynəlxalq şirkətlərdə ən az 3-4 dənə şirkətdə var. Biz İngiltərədə varıq, Amerikada varıq, Özbəkistanda varıq, Azərbaycanda varıq. Bir çox şirkətdə 3-4 dənə ölkədə var. Əla. Allah işimizi hər daim avad eləsin və uğurlar arzu edirik. Havalar da əladır, hamıda işləmək həvəsi var, pul qazanmaq həvəsi var. Bir daha vaxtında ödəmişlər, bizi ala bilsəydi daha da yaxşı olardı. Təşəkkür edirəm Sakit müəllim, minnətdaram. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Var olun. Pul ödənişlərini ala bilsəydiniz, satışa odaqlandığınız qədər pul yığımına da odaqlanmaq lazımdır. Görək. Həmişəki kimi bir dəyər qatdınız efirimizə. Əziz dostlar, hörmətli xanımlar və cənablar, bugün ayın 24-düdür. Sabah isə Mart, aprel, yox. Sabah 4-cü aydır, yox. 4-cü aydır da bugün, düzdür. Hə, bəs niyə mən orada çaşdım? Eyb yox. 2025-ci ilin 4-cü ayının 25-ci günüdür və bu olan dəlalət edir ki, sabah Azərbaycanda rəsmi şəkildə sahibkarlar günüdür. İnşallah sabah sahibkarlıqla bağlı çox böyük bir tədbir olacaq Gülüstan Sarayında. Çox fəxr etdiyimiz tədbirlərdən biridir. Dövlətimizin şəxsi nəzarətində olan, dəstək verdiyi tədbirlərdən biridir. İndidən bütün sahibkarları təbrik edirəm. Aparıcıda mənəm Allahın izni ilə. Maşallah. Çox sevinirəm buna görə. Artıq gözəl, ən önəmli dövlət tədbirlərində səni görürük. Bu çox sevindirici haldır. Minnətdarım. Çünki sahibkarları anlayırsan. Bəli, sahibkarların belə artıq səs tonundan bilirik ki, yaxşıdır vəziyyət yoxsa pis. Əziz dostlar, Yurd FM-də, Yurdumuzun FM-ində yaradılan şəraitə görə başda rəhbərliyi olmaqla hər bir komandaya təşəkkür edirik. Sabah yenidən amma bizi eşidəcəksiniz 90.7-də İcma, Marsol və Kənaz Media Qrupun birgə təşkilatçılığı ilə həmçinin Yurd FM-də adını vurğulayıram. Yenidən işin adamıyla söhbətimiz davam edəcək. Özünüzü qoruyun, çalışın zehni, hüzurunuzu pozmayın. Ne olur olsun. Allah əmanət. Sakit müəllimə isə minnətdarıq. Sonda isə demək istəyirəm ki...